Salam gözəl insanlar, ümidvaram hər biriniz yaxşısınız. Mən sizi görmürəm çünki eynəyim yoxdur. Çünki bilirsiniz ki, o eynəyin üzərindən düşən yaşıl işıq məni necə əsəbləşdirirdi. Bugün biz media tənqidindən danışacağıq. Mad Men serialına baxmısınızsa, orada da çox gözəl bir şəkildə təsvir olunan Edward Bernays-in yaratdığı iyrənc, murdar və mənim doğrudan insanlıq necə bu qədər iyrəncləşib deyə bildiyim bir media dünyası yaratdığı halda əlbəttə ki, bugün media tənqidindən danışmaq heç olmadığı qədər daha vacibdir. Niyə? Çünki bunu LinkedIn-də bir dənə postumdan birində yazmışdım. Artıq dünyadakı 90% siyasətçinin, 98% siyasətçinin beyni işləmir, nə edirlər bilmirlər, davamlı olaraq bir-birlərinə ancaq bəhs eləmək üzərində dalaşırlar, davamlı olaraq torpaq, insan ölümü bundan maraqlıdırlar və influencerlər heç olmadıqları qədər daha çoxdur. Texnologiyanın hara getdiyini bilmirik, bu bizi qorxudur, amma eyni zamanda texnologiyadan elə qorxaraq bir növ ona qızıl padnosda verdiyimiz bu qədər xidmətin qarşısında əlbəttə ki, bizi gələcəkdə nə gözləyəcəyini bilmirik. Davamlı olaraq pulun əlində cəmləşdiyi bərbad insanlar, milyonerlər və milyarderlər haqqında və onların davamlı olaraq siyasətə, dünyaya vurduqları zərər haqqında eşidirik və ağıllarımıza bir sual var ki, bizim axırımız hara gedir? Bu videodakı yaxşı bir tərəf odur ki, dünyanın axırının hara getdiyindən bilmirəm, bundan danışmayacağam. Yəni bu mənimlə əlaqəli bir şey də deyil. Amma sizə bu dünyanın böyük bir hissəsi olan media mexanizmindən necə çıxa bilərsiniz? Bu labirintin içərisində necə özünüzü itirmədən bu labirintdə gəzə bilərsiniz? Bundan danışacağam. Əlbəttə ki, bu videoda danışacağım çox şey, məsələn, labirint deyirəm, media mexanizmi deyirəm, media maşını deyəcəm, nəviz deyəcəm və s. və axır. Bunların hamısı bir metafordur. Bunu əvvəlcədən qeyd etmək istəyirəm. Edward Bernays haqqında bilmirsinizsə, özünüz axtara bilərsiniz və yaxud da əgər istəyirsinizsə, şərhlərə qeyd edin. Mən sizin üçün yeni bir video çəkə bilərəm sırf bu mövzuda. Edward Bernays bir PR-şikdir. Siyasət adamıdır, həmçinin də çox ağıllı bir insandır deyək və birdən-birə gəlir PR aləminə düşür. Əslində birdən-birə gəlmir, amma gəlin belə saxlayaq burada. Və Amerikada PR sahəsini yerlə yeksan edir və birdən təzədən özü onu tikməyə başlayır öz oyunları, öz qaydaları ilə. Və Edward Bernays-in əlinin olduğu reklam kampaniyalarında və s. görə biləcəyiniz şeylər, taktikalar və s. olduqca əfsanəvi və wow effekti yarada biləcək bir şeylər ola bilər. Amma mən bugünkü mediamızı görüb buna wow, möhtəşəm, ayda adam əməli başlı dahidir deyə bilmərəm. İnsanlara xidmət edən bir sektoru bu cürə iyrəncləşdirmək başqa cür mümkün ola bilməzdi. Buna görə də ola bilər ki, siz YouTube-da, yəni Edward Bernays-ilə bağlı çoxlu yaxşı və pozitiv videolar görə bilərsiniz. Google-da onun haqqında çox yaxşı, dahi və s. və axır sözlərini eşidə bilərsiniz. Amma cəmiyyətə vurduğu zərərin və cəmiyyətə ötürdüyü, manipulyasiya etdiyi bütün fikirləri yan-yana qoyanda bu insana ancaq yaxşı halda şeytan demək olar, nəinki dahi. Və digər önəmli məsələ, əgər media və jurnalistika, media demək, jurnalistika 4-cü hakimiyyət deyilən bir terminə sahib olacaq qədər önəmli, cəmiyyətə xidmət etməli olan bu termin haqqında danışmışam. Əgər belə bir şeydirsə, nəyə görə media bu dəqiqə cəmiyyətə xeyirdən çox zərər verir? Deməli, mənim kursumda sitatlarından, anlayışlarından istifadə etdiyim bir filosof, həmçinin təhsil trener var, Neil Postman. O 1970-ci, 80-ci illərdə media ekosistemi adlı bir termin ortaya salıb. Ümumiyyətlə biz ekosistem deyəndə ətraf mühitdən danışırıq da, məsələn, məhkəmə ekosistemi, startup ekosistemi, texnologiya ekosistemi və s. Bu nədir? Müxtəlif məhsullar, müxtəlif insanlar, müxtəlif rollar həmin ətraf mühitdə mövcud olurlar. Və onların hamısının öz rolları var, bu ekosistemin öz qayda-qanunu var və hər kəs bu qayda-qanunlara riayət etməlidir. Həmçinin məsələn məhkəməyə gedirik və bilirik ki, məhkəmədə necə davranmaq lazımdır, necə davranmaq olmaz, kim kimə tabedir və s. və axır. Çox uzatmaq istəmirəm. Neil Postman deyir ki, media da özü də bir ekosistemdir və ümumiyyətlə media ekosistemi anlayışını Neil Postman nəzəriyyəyə gətirib, amma eyni zamanda bu nəzəriyyənin çürüdən də elə özüdür. Neil Postman deyir ki, əlbəttə ki, mediada digər ekosistemlər kimi bir ekosistemdir, amma əgər biz mediada rollar görə bilmiriksə, məsələn, bugün bilirik ki, istehsalçı istehlakçı da ola bilər, istehlakçı istehsalçı da ola bilər, yəni rollar qarışır. Həmçinin də Neil Postman da hələ o vaxtlar deyib ki, əgər media ekosistemində biz bir qayda görə bilmirik, bir dəstxət görə bilmirik. Onda bu deməli bir ekosistem yox, sadəcə olaraq böyük bir maşın. İndi maşın deyəndə isə ona gəlirəm ki, mən bilirsiniz maşının nəbzi sözünü çox sevirəm, çünki mənim bu ada bir media təşəbbüsüm var və əgər indi kim bilmirsinizsə, burada bir yerə qoyacağam Instagram hesabını. Instagram hesabından aktivlik göstəririk və müxtəlif mövzularda media tənqidi ilə bağlı fikirlər bildiririk. Əgər sizə maraqlıdırsa izləməyə alın və bu yalnız maşının nəbzi olan maşın deyil. John Crowley'nin The Engine Summer
kitabındakı maşındır. Həmçinin də Forster'in The Machine Stops kitabındakı maşındır. Eyni zamanda da Love, Death and Robots serialının The Very Pulse of a Machine bölümündəki maşındır. Nəsə burada yenə metaforlara girişdim. Onun əminliklə deyə bilərəm ki, sıraladığım bu iki kitab və bir seriya, serial bölümü hamısı distopik bir gələcəkdən danışır. Və məhz buna görədir ki, çox maraqlıdır ki, hamısı elmi fantastik, distopik bir maşından danışırlar. Bu media məhsulunun hər birində maşın müxtəlif mənalara gəlir. Amma mən onu bildirmək istəyirəm ki, bu maşın mənim videomda məhz media maşını, yəni media mexanizmidir. Gəlin media maşınını biraz daha anlayaq. Media maşını nədir? Media maşını odur ki, davamlı olaraq işləyir, qızır və yeni texnologiyaların, daha doğrusu texnologiyada baş verən yeniliklərin də artması ilə mürəkkəbləşir. Amma media maşını elə bir şeydir ki, bu bizim bildiyimiz digər, tostoran maşını, qabüyyan maşın ya da sürdüyümüz maşınlardan fərqli olaraq bu maşın yalnız mühəndislərin, onu quran insanların deyil, həmçinin hər kəs tərəfindən anlaşılmalı olan bir maşındır. Media hər kəs tərəfindən anlaşılmalı olan bir mexanizmdir. Medianın lüks olmaq kimi bir dərdi, dəyəri olmamalıdır. Bəs media tənqidi deməmişdən əvvəl keçməli olduğumuz önəmli bir mərhələ var. Media savadlılığı. Media savadlılığı son zamanlarda tez-tez eşitdiyimiz bir termindir. Əgər eşitməmisinizsə, deməli siz səhv yerlərdə gəzirsiniz. Çünki media savadlılığı bugün nəinki Azərbaycanın, dünyanın hər bir nöqtəsində çox önəmli bir trend mövzudur. Bəs media savadlılığı nədir? Məlumdur ki, biz hər birimiz artıq media istehlakçısıyıq, yəni media istifadəçisiyik. Bu o deməkdir ki, biz istəsək də istəməsək də medianın içərisindəyik, nəsə qəbul edirik, fikirlərimiz dəyişir, ətrafımıza o cürə davranmağa başlayırıq, bizim alış-veriş vərdişlərimiz dəyişir, həyatımız dəyişir, emosiyalarımız dəyişir və yaxud da dəyişmir olduğu kimi yerində qalır. Bu da tamamilə normaldır. Yəni bir sözlə media savadlılığı baza olaraq bizə o imkanı verir ki, biz istehlak etdiyimiz, yəni gördüyümüz, oxuduğumuz, dinlədiyimiz, izlədiyimiz kontentin nə üçün orada olduğunu, nə mənaya gəldiyini anlayaq. Bir media savadlısı kimi, bir məsuliyyətli istehlakçı, istifadəçi kimi. Amma media tənqidi bizə o imkanı verir ki, biz içində olduğumuz ətraf mühiti və gördüyümüz bu böyük şəkli daha yaxşı anlayaq. Məsələn, siz 3 dənə kontent gördünüz həftənin müxtəlif günlərində, müxtəlif saatlarında və bunlar tutaq ki, mövzu olaraq bir-birinə bənzəyirdilər. Üçü də cinayət mövzulu bir xəbərdir. Amma siz anlayırsınız ki, bu cinayət mövzularında yazılan başlıqların, içərisində olan paraqrafların, hansı sifətin yazıldığı belə, yəni o cinayətkarı təsvir edərkən, o cinayət qurbanını, ki, qurban demək yox, daha çox zərər çəkmiş deyək, zərər çəkmişin necə təsvir edildiyini görərək siz anlayırsınız ki, o cinayət xəbərlərinin altında cəmiyyətə ötürülməsi istənilən məqsəd, fikir, ideya nədir? Və siz media tənqidini anlayırsınız ki, əslində bu mexanizm bizə nə eləmək istəyir? Çünki media savadlılığı bizə bir növ limitli bir şəkildə imkan verir ki, nəyisə anlayaq, analiz edək və s. Amma media tənqidi o imkanı verir ki, bu işin, bu mexanizmin fəlsəfəsinə enək. Fəlsəfə edib sizi qorxutmaq istəmirəm, amma bu işin belə deyək, dərininə enək, bu mexanizmi, bu maşını dərindən bütün parçalarına ayıraraq öyrənməyə çalışaq. Alqoritm nədir? Alqoritm necə bizə təsir eləyir? Media bizə necə təsir eləyir? Media orqanları necə təsir edir? Bunun siyasətlə əlaqəsi nədir? Bunun iqtisadiyyatla əlaqəsi nədir? Və s. və l. Yəni bir növ media savadlılığı hansısa bir labirintdə bizə yolları bir-bir izah edir ki, sağa dön, sola dön və s. Media tənqidi isə o labirinti ümumilikdə bizə izah etməyinə və ümumilikdə o labirinti belə deyək, həll etməyimizə kömək eləyir. Məsələn, əgər yarım dişlənmiş almalı o bildiyimiz telefonu almaq trenddədirsə, media savadlılığı sizə o kontenti oxuyanda sizə o anlayışı verir ki, okey, bu trenddədir, bunu anlayırsınız. Media tənqidi isə sizə o sualı verməyə imkan verir ki, niyə bu yarım dişlək almalı telefon almaq bizə hazırda trend kimi təqdim olunur və s. Telefonumu da yaman belə bastın desə. Yəni bir növ media tənqidi bizə deyir ki, "Vau, sən clickbait-i anlamaqla qalmayıb, həm də clickbait-in nəyə görə yarandığını da bilirsən." Və məsələ burasındadır ki, media mexanizmi heç vaxt tək bir nüansdan ibarət deyil. Yalnız alqoritmlər deyil, yalnız filtr köpükləri deyil, yalnız gündəm təyin etmə nəzəriyyəsi ilə işləmir. Yəni burada mediada doğrudan, xüsusən də biz media deyəndə reklamlar, filmlər, media orqanları, nə bilim, sosial media, bilirsiniz nə qədər çox bunun mərhələsi və müxtəlif belə deyək dərəcələri var. Biz media tənqidini yalnız bir nüansdan baxa bilmərik, yalnız alqoritmlərə baxa bilmərik. Əlbəttə ki, əgər tədqiqatçısınızsa baxa bilərsiniz, çox da qəşəng baxarsınız. Amma bir istifadəçi kimi biz TikTokda videoya da baxırıq, YouTube-a keçib videoya baxırıq. Bizə nənəmiz hansısa bir fake xəbəri göndərir, biz hansısa bir süni intellektlə düzəldilmiş videoya baxırıq və yaxud da biz reklam izləyirik, biz qəzet oxuyuruq, ümidvaram oxumursunuz. Biz davamlı olaraq bütün bu mediumların içərisindəyik. Bəs bütün bu mediumların içərisində isə nə etməliyik? Bax, o
məqamda media tənqidi bizə göstərir ki, hara getmək lazımdır, nə etmək lazımdır, necə düşünmək lazımdır da. Və bu dediyim terminlər sizi qorxutmasın. Bunların hamısını bir gün öyrənmək mümkün deyil. Amma bunları yavaş-yavaş öyrənmək mümkündür. Məsələn, giririk Facebooka, qarşımıza çıxan və bizə neqativ təsir edən, bizim həyatımıza heç bir xeyir qatmayan postları, insanları, səhifələri ya ümumiyyətlə izləmədən çıxarırıq və yaxud da orada olan bu postu daha az göstər, bu tipli məzmunları daha az göstər funksiyasından istifadə edirik. Bununla biz bir növ öz Facebookumuzu ən azından təmizləmiş olacağıq. Və yaxud da olsun TikTok. Qarşımıza bizi əsəbləşdirən, neqativ hisslər verən, bizə təşviş hiss etdirən kontentləri not interested, yəni maraqlı deyil funksiyasına basaraq daha az görməyimizə səbəb oluruq. Və bu qədər sosial mediaya çox girmişkən ara-sıra xəbər saytlarında oxumağı unutmamalıyıq. Çünki xəbər saytlarının bir çoxu qeyri-peşəkarlığı ilə gözümüzü qanadır, bilirəm. Əgər biz onların qeyri-peşəkarlığının nədə olduğunu anlaya bilməsək, necə onları qeyri-peşəkarlıqla günahlandıra bilərik ki? Buna görə də gündə 5, 6, 2, 1 xəbər oxumaq belə inanın ki, sizin həyatınızda böyük bir dəyişiklik yaradacaq. Çünki birincisi siz öz ölkəniz və ya da dünya haqqında daha məlumatlı olacaqsınız. İkincisi isə hansı xəbər saytının necə bir tondan, üslubdan, hansı clickbaitlərdən, hansı sensasiyalardan istifadə etdiyini öyrənəcəksiniz və bu da sizə kömək olacaq ki, gələn səfər Facebookda qarşınıza çıxan 10.000 like olan, bəyənməyi olan o media orqanının postunu nəyə görə oxumamalısınız, nəyə görə ona əhəmiyyət verməməlisiniz və s. Və ən önəmli şeylərdən biri statusları oxuduq. Facebookda o qədər çox sensasiyalı başlıqlarla, o qədər sensasiyalı statuslar yazılır ki, bu bizi birbaşa hücuma səsləyir. Amma dəliqanlılıq gözəl olsa da, nəticədə bizə də bir yerdən sonra zərər verən bir anlayışdır. Buna görə nə edirik? Stop veririk özümüzə. Əlbəttə ki, vaxtınız varsa, mövzunu araşdırın, bir neçə fərqli insandan soruşun, alternativləri yoxlayın. Alternativ bir insan yoxdursa Google-a yazın, axtarın, görün bu doğrudurmu? Çünki Azərbaycan Facebookunda, yalnız Azərbaycan Facebookunda deyil burada, dünyada Facebookda tirajlanan o qədər səhv məlumat var ki, səhv, süf və heç bir elmi əsası olmayan faktlarla doludur Facebook. Ona görə də burada təəssüflər olsun ki, iş bizə düşür. Bizim 2-3 dəqiqə daha çox vaxt ayırıb o informasiyaları təsdiq etməyimizə, çalışmağımıza düşür. Və eyni zamanda məsuliyyətli istehlakçı olmaq, media savadlısı olmaq, media tənqidçisi ola bilmək yalnız nə oxuduğuna deyil, həm də nə paylaşdığına baxmaqdır. Yəni bir fake xəbərin, onsa dünya şöhrətli bir fake xəbərə çevrilməyi, bütün dünyayı, bütün Azərbaycanı təşvişə salmağında ən önəmli məsələ elə bizim paylaşmağımızdır. Bəzən bir paylaşım etdiyimiz bir şey biz düşünə bilərik ki, mən sadə insanam, nə ola bilər ki, heç gözləmədiyiniz qədər böyük bir şeyə səbəb ola bilər. Bu baxımdan da paylaşdığınız şeylərin önəmini aşağı görməyin. Düşünə bilməzsiniz ki, sizin bir paylaşım etdiyiniz şey nə qədər insana təsir edə bilər. Yaxşı və yaxud da pis. Və sən də bəlkə də edə bilirsən ki, media savadlılığı, media tənqidi və s. odur ki, hansısa bir fake xəbərə fake xəbər damğasını yapışdıra bilirsənsə, deməli sən media savadlısan. Amma ancaq bu deyil və bu heç vaxt da hər zaman başqa insanlar əşya eləyərlər. Onsuz da jurnalistlər bunu eləyəcək, redaktorlar bunu eləyəcək deməklə örtülə biləcək bir mövzu deyil. Bizim bu gün qarşımızda olan ən önəmli məsələlərdən biri hər birimizin media savadlısı olmağımızdır. Çünki dediyim kimi dünya heç də gözəl bir yerə getmir və biz zirehlərimizi geyinməliyik. Biz media savadlısı olmasaq, medianın bizi apara biləcəyi çuxurlar olduqca dərindir və olduqca çoxdur. Bir deyil, iki deyil. Buna görə də çalışın ki, özünüzü bu mövzu haqqında doğrudan da dərindən məlumatlandıra biləsiniz. Və bunu da demək istəyirəm. Media tənqidləri öz paylaşımlarımızın, reaksiyalarımızın, düşüncələrimizin, məzmunlarımızın media tərəfindən necə dəyişilə biləcəyini anlamaq və buna reaksiya bildirməkdir. Çünki əgər media bizi dəyişə bilirsə, deməli bizim ətrafımızdakı hər kəsi dəyişdirə bilər. Və əgər düşünürsünüzsə ki, media sizə təsir eləmir, siz mediadan heç bir şəkildə neqativ təsirlənmirsiniz və s. əvvəlcə sizə pis bir xəbərim var. Bu tamamilə yalandır. Araşdırmalar da göstərir ki, kim özündən bu qədər razıdırsa ki, mənə heç nə olmaz, mən heç nəyə aldanmaram və s. elə birinci o insanlar fake xəbərlərə, yalan məlumatlara inanır və manipulyasiyaya qurban gedirlər. Amma əlbəttə ki, hər zaman bir yaxşı xəbərimiz var. Bu yaxşı xəbər odur ki, hələ də gec deyil. Hələ də media inkişaf edir və yeni funksiyaları, yeni rolları ilə bizim qarşımıza çıxır. Bu o deməkdir ki, hələ də bizim inkişafa vaxtımız var. Və bu mexanizmin oyundan çıxmaq, medianı anlamaq, medianın doğrudan içindəkilərlə bərabər parçalara bölüb, o bütün fərqli toollarını, alətlərinə bir-bir yaxından baxıb nə elədiyini başa düşmək üçün gec deyil dediyim kimi. Və bunun üçün mən çox asan bir onlayn kurs yaratmışam. Doğrudan da cəmiyyətə vermək istədiyim faydalı
sayılarını 1-ə 5 artırmaq üçün yalnız bu videolardan, LinkedIn postları ilə və ya da yazdığım bloqlarla deyil, həmçinin bunu bir onlayn kursla da eləmək istədim və onlayn kursum aktivdir. Artıq məzunları da var və davamlı olaraq qeydiyyata davam edir. Və əgər sən də bir addım atmaq istəyirsənsə, özünü media tənqidi, media sağlamlığı mövzusunda daha da inkişaf etdirmək istəyirsənsə, elə bu gün aşağıdakı linkdən keçid eləyərək silabusla tanış ola və kursda hansı mövzuların əhatə olunduğunu yaxşıca görə bilərsən. Kursla bağlı bütün məlumatlar dediyim kimi silabusundan, mövzusundan və s. hər biri şəffaf bir şəkildə dokumentdə yazılıb və hər hansı bir problemin olduğu təqdirdə onsuz da buraya yaza bilərsən. Əgər yox əşi, mənim bu dəqiqə onlayn kurs almağa, kursdakı videolara baxmağa heç bir halım yoxdur deyirsənsə, o halda səni Maşının Nəbzi media təşəbbüsümə dəvət edirəm. Instagramdan pulsuz hər cürə posta baxa bilərsən və köhnə postları araşdırıb bəlkə də özün üçün media tənqidi ilə bağlı yeni filmlər, resurslar tapa bilərsən. Məndən isə hələlik bu qədər. Ümidvaram ki, sizin üçün yararlı bir video oldu. Şərhlərdə fikirlərinizi qeyd etməkdən çəkinməyin. Həmçinin videonu dostlarınızla bölüşməkdən çəkinməyin, çünki dəyər paylaşdıqca artır.